Bugün üzücü bir xəbərlə qarşınızdayam. Bu şəkillərin gördüyünüz iki insan da demək olmaz, məxluq çox iyrənc bir yola əl atıblar. Bəlkə də heç milli qəhrəman Hökümə Əliyevanın atasını alladan həmin o dələduzlar bunlar qədər iyrənc və murdar ola bilməzlər. Nə ediblər? Bu iki iyrənc məxluq nə edib? Bilirsiniz ki, mən çəkiliş etmişdim və çağırış etmişdim insanları ki, bu evi yanan ailəyə, kasıb ehtiyac içində qalan ailəyə yardım lazımdır və bir çox adamlar gəlmişdi. Hətta millət vəkilinə qədər minnətdaram, təşəkkür edirəm etdiyi köməyə. Hər kəs buradaydı və bu insanların, yardıma gələn insanların içində bu iki iyrənc məxluq da gəlmişdi və qeyd etdilər ki, biz təmənnasız formada bax bu ailənin evini tikəcək. Mən hər bir adamı insan kimi qarşılayıram. İnanın ki, bax belə deyim də, bu adamlar mənim hansı ki 8 mart ərəfəsində parfümeriya mağazasında olmuşam, çıxa bilməmişəm. O ərəfədə yaxınlaşıblar bibiyə, cəmaatın 5 manat, 3 manat atdığı pul var idi. Həmin pulu kartdan deyiblər ki, bibiyə ver, biz sənə 40 qəpiyə, düz istəyəm, qoy danışım, 40 qəpiyə biz sənə kubik gətirəcək. Bibi də deyib ki, Orxana xəbərliyim, nə deyiblər? Dedilər ki, xəbəri var. Orxanın xəbəri var. Xəbəri var. İndi bu adamların bizi açır telefonu, biri açmır, biri deyir gəlmirəm falan filan, belə bir məsələ gedir. Üzr istəyirəm, gör nə qədər şəxsiyyətsiz olasan, nə qədər vicdansız olasan ki, xalq bax bu qardaş üçün özü tikir buranı və bu körpə balalar üçün pul yığır 5 manat, 3 manat, həmin pulu oğurlayıb qaçasan. Mən niyə bələdiyyəyə acığım tutmuşdu deyim. O hansı ki bələdiyyə gəlib bura 200 manat pul verib. Mən burada olduğum ərəfədə onu eləmədi. Yəni mən çıxdım getdim, sonra mən gedəndən sonra həmin bu ustalara 200 manat pul verib, onu da oğurlayıb gediblər. Hətta burada traktordan da 50 manat deyəsən nəsə. Fidan xanım konvertdə verib, onlar alıblar ki, biz verərik. Bəs mənə yaxınlaşmaq lazımdır. Mən ona görə deyirəm ki, əgər mənim təşəbbüsümlə bura yığılmısınızsa, xahişlə mənə yaxınlaşmaq lazımdır. Bu hansı kartdan çəkilib, hansı ki əvvəlki kart var idi, həmin kartdan çəkiblər pulu. Nə yaxşı ki, biz bibinin kartını dəyişdik, mən başqa bir kart aldım, bir bank açdım ki, məlumatım olsun çıxarışlardan. Onu da vermişəm bibiyə, amma məlumatım olan kartdır da. Bu məxluqlar bibidə olan kartdan, birinci kartdan pulu çəkiblər, oğurlayıblar. Yəni çünki bilirlər axı orada mən çıxarışlardan xəbərim yoxdur. Onun heç bir proqrama bağlılığı yox idi. Ona görə bax belə bir iyrənc yola rahat bir şəkildə əl atıb suyu istifadə eləyiblər. Xahiş eləyirəm bu insanları harda görsəz, bax bu iki iyrənc insanı, insan dedim, iyrənc məxluq var. Bunları hər kim görsə mənə məlumat versin, harda işləyirlər, nə edirlər. Bunların dediyi sözə bax. Sərxan deyir ki, bax digər biri Sərxandır. Sərxan deyir ki, Mamed pulu götürüb, pulla xidmət göstərən qadınlara xərcləyib. Yəni, başa düşdünüz nə demək istəyirəm. Amma əslində pulun da müəyyən bir hissəsini Sərxan götürüb, hə? Daha çox hissəsini Sərxan götürüb. Bu insanlar, bilmirəm, ailələrinin üzünə necə baxacaqlar, dostunun, tanışının, xahiş edirəm, tanıyan insanlar tüfürsün bunların üzünə və mənə məlumat versin ki, bunlar filan yerdədir, peşman yerdə işləyir, bunlar məni alladırlar neçə gündür. Ay oradayam, ay buradayam. Kamaz gəlir, o gəlir, bibiyə zəng vurub alladılar, çıxardırlar bura ki, Kamaz gəlir kubiki boşaltmağa. Özlüyün boşaltmağa, gəlib dayanır olur. İnanın Allaha ki, kişilik deyilən, şərəf deyilən şey yoxdur bunlarda, bu mundar məxluqlarda. Hər kimin məlumatı olsa yerlərindən mənə xahiş edirəm xəbər versinlər, Azərbaycan polisinə xəbər versinlər və Azərbaycan polisinə də tam olaraq güvənirəm. Bilirəm ki, bu iki dələduz tez bir zamanda yaxalanıb, cəzaları veriləcək və oğurlanan məbləğ geriyə qaytarılacaq. Mən yenə də deyirəm, yaxşı ki, biz kartı dəyişmişdik. Bunlar bibidə olan hansı ki, kartdan götürüblər də. Yoxsa tam məbləği mənim də kartımdan çəksəydi, məndə də bir 700 manat var kartda. O da çəkilsəydi, vəbşə heçinə. Bu videonu təkrar paylaşın ki, hər kəs görsün və hər kəs bax bu vicdansızlardan xəbərdar olsun ki, bunlar növbəti hansı ki, qurban seçəndə özlərinə o insanlar bax bunları tanısın və allanmasın bunlara. Yenə də deyirəm, yəni bu vəziyyətdə yəni insanı vurmaq, yəni o deyil də, yəni sən nə qədər aşağı səviyyəli insan olasan ki, üzr insan da deyil bunlar. Yəni belə hərəkət eləyəsən. Sən görürsən cəmaət 5 manat, 3 manat, ay
vicdansız, üzr istəyirəm, yığır. Sən niyə görə bu pulu mən İşini istəyirsən? salır yarım. Və bu deyirlər Orxan neyinib? Orxan nə iş görmüsən burada? Vallahi bunları çıx qarşıla. O restoran sənin, bu restoran mənim. Nə var ki? 8 gün evdə də ev saxlamış. Ev tikəcəklər bunlarçın. Vallahi o oteldən get xahiş elə, nə bilim orada şot ver, burada şot ver. Ay qardaş, mən necə deyim bunların yanında elədiyimi? Bax buradayam, and ola Allaha. Falan qədər pulum çıxıb mənim də. Mən də yanıb tökülürəm. Yəni indi məndən çıxmışdı cəhənnəmə. Yəni bibiyə də demişəm, ay bibi. İndi çox adam deyir ki, Orxan sənin təşəbbüsünlə gəlir. Ay qardaş, mən neyniyim, mən nətərliyim, nə qədər indi mənim təşəbbüsümlə gələn hər kəs dəladuzdur. Elə deyil axı əziz qardaş. İndi bibi bilməyib, bibidən istifadə eləyiblər. Yaşlı adamdır görüblər, alladıblar, pulu alıblar. Bu qədər məsələn əsəb, stres, təbii ki, bunu allatmaq olar xalanı. Məni gəlib allada bilərdi, qeyri-mümkün. Deyərdi, materialını gətir, tök, verim pulu mən sənə. Onlar dedi ki, öz maşınlarımız var da. Onlarla gətirəcək, ucuz gətirəcək. Yalandan deyiblər də. Yəni bu formada alladıblar. Bu qədər dostlar. Xahiş edirəm paylaşın videonu. Hər kəs görsün. Həmin insanlar bir şirkətin adına gəliblər. Təmiz evim şirkəti. Təmiz evim şirkəti kimdirsə, onun rəhbərliyi mənlə əlaqəyə keçsin. Həmin bax bu iki insan həmin şirkətin adından istifadə edib, gəlib bibidən bax o pulu götürüblər. Və yeni kartın, hansı ki mənim nəzarətim altında olan kartın şifrəsini deyirəm. Yəni bu barədə heç bir narahatçılıq yoxdur. Çünki şəxsən nəzarət eləyirəm özüm karta. 4169 7388 5503 9651. Hər kim atmaq istəyirsə bax bu karta atsın. Bu kartda bibiyə vermişəm, elədir. Proqram prosu üzərindən özüm nəzarət edirəm və çəkib paylaşıram gələn pullarım. O barədə də heç kimin narahatçılığı olmasın. Amma bu dəladuzlar da inşallah yenə də deyirəm tutulacaq və Azərbaycan polisinə tam olaraq güvənirəm. Bax bunlar, bu dəladuzlar həbs ediləcək, uğurladıqları məbləğ də geri qaytarılacaq. Bu qədər. Sağ ol.